Salam uşaqlar, necəsiz? Son bir dərsdə sizə keçək təkrar, yadınızda qalsın, özünüzü yoxlayın. Demək, belə suallar eləyək sizlə. Deyək ki, məsələn, 60 düşər, 62-yə sayda vurqları ayıraq. Mənlə bərabər siz də evdə yazın. 5, 5, 1 ayırdıq. Demək, testdə düşər ki, 1. Məsələn, 60 ədədinin neçə sayda vuruğu var? Neçə sayda vuruğu var? Demək, sayda vuruq deyəndə uşaqlar, bunlar sayda vuruqlarda 1, 2, 3, 4 dənə. Yəni, hamısını götürsən. Hamısı 4 dənə. İkinci, neçə müxtəlif sayda vuruq var? Müxtəlif sayda vuruq var. Demək, neçə müxtəlif sayda vuruq var deyəndə hərəsindən birini götürürsünüz. Hərəsindən biri. Yəni, 2-ni, 3-ü, 5-i götürürsünüz 3 dənə. Üçüncü, neçə sadə böləni var? Neçə sadə böləni var? Bu da müxtəliflə eynidir uşaqlar. Müxtəlif deməkdir. Yəni, yenə neçə dənədir? 3 dənədir. Demək, ikinci ilə üçüncü cavabı həmişə eyni olacaq. 4, 5, 6. Demək, bölənlərinin sayı. Bölənlərinin sayı. Natural bölənlərinin sayı. Natural bölənlərinin sayı. Bir də müsbət bölənlərinin sayı. Müsbət bölənlərinin sayı. Bunları uşaqlar en düsturu demişik. Demək, necə edirdik? Say üstəgəl 1. Vuraq, yenə say üstəgəl 1. Nöqtə qoyuram. Nəyi sayırsan? Baxırsan, bax, burada 2-dən neçə dənədir? 2 dənə düzdür, saydım. Sayın yerinə 2 yazıram. Üstəgəl 1 düsturdadır, vur. İndi 3-ü sayıram. 3 neçə dənədir? 1 dənə. Yazdım 1 üstəgəl 1 vur. 5-i saydım 5 də 1 dənədir. 1 üstəgəl 1. Oldu 3 vur. 2 vur 2. Neçə oldu? 12. Demək 12 dənə natural böləni, yəni bölənləri vardı. 7-ci tam bölənlərinin sayı. Tam bölənlərinin sayı. Sayı. Aha. Demək, bu nədir uşaqlar? 2 vurulsun n-dir. Yəni, 2 vurulsun 12, 24 dənədir. Niyə belədir? Demək, məsələn, tutaq ki, 60-ın 12 dənə böləni varsa, məsələn, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, belə yazıb yorulmaq istəmirəm. Tam bölən deyəndə uşaqlar, bir də bunların mənfilərini götürsən. Yəni, -1, -2, -3, -4, -5, -6. Belə, ona görə 2 qatı olur. 12-dirsə, vurursan 2-yə 24 olur. Əgər desələr ki, tam bölənlərin cəmini tap, tam bölənlərinin cəmi. Bu zaman həmişə 0 olacaq bütün ədədlərdə. Niyə? Məsələn, 60-ın bölənləri 1 varsa, -1 də var axı. Sən bunları toplasan, islah gedəcək. 2 varsa, -2 də var. Toplayanda yenə islah gedəcək. Yəni, həmişə bütün ədədlərdə tam bölənlərin cəmi 0 olur. Yadınızda saxlayın. Yaxşı, bunlar belə. Əbəbə çöpdə problemimiz yoxdur, rahatam buradan. Bir dənə bölünmədə ehtiyatlı olun. Baxın, əçöp AB bölünsün əbəb AB. Bərabərdir C-yə. C ortaq olmayan sayda vuruqların hasilidir. Ortaq olmayan sayda vuruqların hasili. Yəni, nə deməkdir? Vuruqların hasili. Deyək ki, imtihanda belə bir sual düşər. Əçöp 60-80. Bölü əbəb 60-80. Rəqəmlər eyni olmalıdır. Ha, fikir verin. 60 ilə 80 tez-tez ayırırıq sayda vuruqlarına. Yenə dediyim kimi, mənlə bərabər evdə siz özünüz yazın. 82-yə 42, 20. Vaxtınız çox getməsin deyə tez-tez deyirəm. Sonra ortaq olanları seçirsiniz. Seçdik 5-lər. Ortaq olmayanlar uşaqlar, bax, qırmızı ilə. Burada 3 var, burada 2 var, burada 2 var. 3 vur, 2 vur, 2. Demək, cavab necə olacaq? 12. Birdən bunu tək-təkdə tapa bilərsinizsə, məsələn, deyək ki, 60-dan 8-in 80 əçöbü 240-dır. Burada da 20-dir. 240-ı 20-yə bölüb 12-ni ala bilərsiniz. Amma qısa yollarını bilməyiz də, yəni sizə xeyirdir da. Demək, belə deyək. İndi əbəb bölünsün əçöb olsaydı bu. Əbəb 60-80 böl əçöb 60-80 olsaydı. Gördüyün kimi bunun tərsidir. Demək, tərsdirsə 12 idisə bayaqları, indi 12-də 1 olacaq cavab. Sonra faizlərə baxaq uşaqlar. Faizlərdə birinci tip qarışım deyək də, qarışıq, qarışım, qarışım, qarışıq deyin, nə deyirsə deyin. Baxın, nə deməkdir? Məsələn, 60 qram, deyək ki, 20%li spirt məhlulu var. Bir də 80 qram, 40%li spirt məhlulu var.
Demək, bunların ikisini qarışdırdıq. Qarışdırdıq. Aha. Alınan məhlulun faizini tapın. Faizini tapın. Yəni nədir? Alınan məhlulun faizini tapın. Yəni spirtin faizi də ola bilər də, fərq yoxdur. İndi bunun düsturu belədir uşaqlar. M1 vurulsun faiz 1. Üstəgəl M2 vurulsun faiz 2. Bölünsün M1 üstəgəl M2. Belə. M dediyimiz yəni qram olan, litr olanlardır. 60'ı vurursunuz 20'yə. Üstəgəl 80'i vurursunuz 40'a. 60 ilə də 80'i toplayırsınız. Demək 1200 üstəgəl 3200 bölünsün 1400. Toplayın, qalanını da sizlikdə də hesablayın özünüz. Yaxşı. Və salam, ixtisarcat elən tapdıq. Bunu biz sizə yəni şeylə də dedikdə stəkan kimi belə çəkirdik ki, belə də öyrənə bilərsiniz. Məsələn 60 qram 20% yuxarıya yazırıq. Eyni şeydir. Sadəcə bəzi uşaqlar düsturu öyrənə bilmir. Göz yaddaşı ilə yadda qalsın deyə belə deyirdim. Aha, bərabərdir. Bilirsiniz ki, aşağı toplanılır 140 qram olur. Amma faiz heç vaxt toplanmır. Burada ikisi olur. Sonra alt üst vurursunuz. 60'ı vurursunuz 20'yə. 80'i vurursunuz 40'a. 140'ı da vurursunuz x'e. Yenə. Baxın 1200 üstəgəl 3200 bərabərdir 142. Buradan x bərabərdir. 1200'ün üstünə 3200 gəlib bölürsünüz 140'a. Eyni cavabdır. Kimə necə xoşdur, elə eləsin. İkinci uşaqlar belə deyək. Məsələn, deyək ki, 60 qram 80%li duz məhluluna neçə qram su əlavə etmək lazımdır ki, məhlul 60%li olsun. 60%li olsun. Aha. İndi yenə bunun da düsturla olanla deyim birinci. Mən amma düsturu sevmirəm, düzünü desəm. M1 faiz 1 bərabərdir. M1 plus M su vurulsun faiz 2. Baxın, bu düsturumuzdur bizim. M1 yəni 60 qram vur faizim 80'dir. M1 yenə 60'dır. Suyu bilmirsən, elə M su da qoy qalsın. Vurulsun faiz 2. Yəni ikinci faizin neçədir? 60. Buradan 60'lar ixtisar gedir. 60 plus M su bərabərdir 80. M suyumuz nə qədər oldu uşaqlarım? 20 oldu. Vəssalam. İndi istəsəz əgər bunu yenə o dediyimiz formada stəkandan eləyək. Mənə stəkan daha xoş gəlir. Baxın, 60 qram 80%lidir. Üzərinə nə qədər su gəlsəm, bilmirəm, x qram suyun həmişə demişik ki, faizinə 0 qoyun, bərabərdir. Yenə dediyim kimi aşağı hissələr toplanılır. 60 qram var idi. İndi də x qram gəldi deyə 60 plus x oldu. Amma faizlər heç vaxt yəni toplanmaz. 60% verilib 60'ı qoyursunuz. Başlayırsınız alt üst vurmağa. 60'ı 80'ə vursan 4800. X'i 0%-ə vuranda elə 0 elədi. Ta yazmıram. Ta elə bu üstə elə kesin bərabərdir. Burada da 60 vurulsun. 60 plus x. 4800'dən 60 gedir. 60 plus x bərabərdir 80. X'imiz neçə olur? 20 olur. Gördüyünüz kimi rahatdır. İndi gəlin biz belə deyək. İndi deyək ki, 60 qram 80%li duz məhluluna nə qədər? İndi su yox. Nə qədər duz əlavə etsək? Nə qədər duz əlavə etsək? Məsələn, 90%li olar. 90%li olar. İndi bunu düsturla eləmək üçün uşaqlar yadınızda belə saxlamalısınız ki, əgər su əlavə edilsə, burada verilən faizləri qoyurlar. Amma maddə, duz, spirt əlavə edilirsə, onda 100'dən çıxılmışlarını qoyuruq. Yəni nə demək istəyirəm? Baxın, faiz 1 bərabərdir. Düsturumu özü bir də yazıram. Bax, M1 üstəgəl. İndi M su yox da, M duz yazacağam. Vurulsun faiz 2. Elə uşaq var, düstur sevir. Ona görə 2 üsulu da öyrədirəm. Amma yenə dediyim kimi mən indi ikincidə yazacağam, onu sevirəm. İndi M1 uşaqlar gördüyünüz kimi 60 qramdır. Vur. İndi burada 80 yox, 20'yi yazasın. Çünki duz əlavə ediləndə həmişə verilən faizləri yox, 100'dən çıxılmışını qoyuruq. M1 yenə 60'dır. Plus M duz bilmirəm yazdım. Vurulsun ikinci faizim 90 idi, amma mən 10 yazacağım. Buradan bu sıfırlar ixtisar getdi. 60 üstəgəl M duz bərabərdir. Buradakı 62'yə vurursunuz 120. M duz nə qədər oldu uşaqlarım? 60 oldu. İndi gəlin stəkanla üsulumuzu eləyək. Çəkdik, bərabərdir buna. Demək, 60 qram aşağıda yazdıq. 80% yazdıq. Nə qədər duz bilmirəm, x duz. Aha.
Duzun faizi həmişə demişik ki, 100%-dir. Suda 0 yazırıq, duzda 100 yazırıq. İpucu hissəsi buradır. İndi neçə faizli D olacaq? 90 faizli. Aşağı hissəni toplayırıq. 60 var idi, x də üstünə gəldi, oldu 60 plus x. İndi alt üst vururuq. 60'ı vurduq 80'ə. Üstə gəldi. X-i vurduq 100'ə, 102. Buradan da 90 vurulsun 60 plus x. Demək buradan 4800 üstə gəl 102 bərabərdir 5900 üstə gəl 90x. 100x-dən 92-ni çıxırsınız 12 bərabərdir. Buradan 600, x-imiz neçə oldu? 60. Gördüyünüz kimi iki forma ilə də eləyə bilərsiniz. İndi bir də deyə bilərsən ki, müəllim, bəlkə bu əlavə edilmədir, çıxıldı. Məsələn, 60 qram 80%li duz məhlulundan neçə qram su buxarlandırsaq 90% olar. İndi uşaqlar eyni düsturu yazırıq. M1 faiz 1 bərabərdir. M1 çıx M su yazırıq bu zaman. Çünki niyə? Faiz buxarlandırırsan axı su azalır. Baxın 60 vur 80 bərabərdir. 60 minus M su vurulsun 90. Bu 0-dan 0 ixtisar eləyək. 6 8-i buran da 480. Buradan da vurub açaq. 540 9 M su. Buradan 9 M su bərabərdir. 540-dan 480-ə çıxırsınız. 60 M suyumuz olur. 60 bölünsün 9. Kəsirli bir rəqəm alınır. İstəyirsənsə də ki, qabla elə. Sonra nə edək? Başqa sual. Məsələn, ədədi 1,2 dəfə artırsaq, neçə faiz artar? Neçə faiz artar? Demək, yadınızda saxlayın, həmişə ədədi 100 götürün. 100'ü 1,2 dəfə artırırıqsa, 100'ü vuruq 1,2 eləyir 120. Neçə faiz artdı? 100 idi, 120 oldu. Neçə faiz artdı? 20% artdı. Və yaxud da ki, düsturumuz var. N-1 vurulsun 100%. Yəni, 1,2-dən 1'in çıxırsınız, vurursunuz 100'ə. Eləyir 20%. İndi uşaqlar, desək ki, ədədi 5 dəfə azatsaq, neçə faiz azalar? Neçə faiz azalar? Azalar. Demək, yenə ədədimizi 100 götürürsünüz. 5 dəfə azaldıq deyə 100'ü bölürsünüz 5'ə. Aldıq 20. Neçə faiz azalıbdır? 100'dən 20'sini çıxırsan, deyirsən ki, 80% azaldı. Düsturunu desəm, N-1 vur 100 artmağın düsturudur. Böləndə də enə azalma olur. Yəni, 5-1 vur 100, bir də bölürsən 5'ə. O da 400 bölünsün 5, cavab olur 80. Yaxşı. Bunlar belə. Sonra bir dənə sizə dairəni də izah edeyim. Dairə. Aha. Uşaqlar, dairənin, baxın, mərkəzi bir dənədir. Radiusu sonsuz saydadır. Görürsünüz, radiuslarda sonsuz. Diametri yenə sonsuzdur. İstənilən qədər diametr seçə bilərsiniz. Yəni, mərkəzdən keçən, görürsünüz də belə düz xətlər sonsuzdur. Sonra vətəri sonsuzdur. İstədiyiniz qədər vətər seçə bilərsiniz. İndi ən böyük vətərimiz, baxın, diametrdir uşaqlar. Diametrdir, radiusdur. Radiusdur, bunun toplamına diametr deyilir. Bir diametrimiz 2 dənə radiusa bərabərdir. Demək, dairənin sahəsi tapılır, içi doludur. Pi r kvadrat deyilir. Və yaxud da ki, pi d kvadrat bölünsün 4. Misal desəm, məsələn, tutaq ki, radiusu verilər ki, 10 santim olan dairənin sahəsini tapın. Dairənin sahəsi. Demək, s bərabərdir pi r kvadrat, pi vurulsun. R-imiz 10'dur, onun kvadratı, vurursan 100 pi. İndi, əgər möhtərizədə versə ki, pi 3'dür, onda 100'ü vurassan 3'ə, alasan 300. Əgər verilməyibdirsə, elə 100 pi olaraq da qalacaq. Bir də uşaqlar, dediniz ki, çevrənin uzunluğu var. Çevrənin uzunluğu isə uşaqlar, yəni baxın, bu çevrənin uzunluğudur. Bax, gördük, çəkdik. Bu, həm də ki, biz burada əçoba aid bir məsələlər eləmişdik. Əçobla 2 dənə belə velosiped idi. Çəkə bilməm. Aha. Velosiped hərəkət edirdi. Yadınızda təkərlər deyildi ki, kiçiyin radiusu 2 santimdir, böyüyün radiusu 3 santimdir. Bunlar hərəkət edir. Eyni anda təmas, elə bir eyni yerə təmas edirlər. Ən az deyək, hansı məsafədə bunlar eyni yerə gəlib deyəcək. Məsələn, balaca deyək ki, belə-belə gedir. Böyük də belə-belə gedəndə eyni məsafəyə təmas eləsinlər. Nə edirdik?
çevrələrin uzunluğunu tapırdıq. Uşaqlar, çevrənin uzunluğu C bərabərdir 2 pi R düsturu ilə hesablanılır. Demək, radius burada 2-dirsə, C bərabərdir 2 pi vurulsun 2 yazırsınız, olur 4 pi. Bir də C bərabərdir, bu böyük olan uzunluğunu tapırsınız. 2 pi vurulsun 3. Bərabərdə 6 pi. Sonra bunların biz əkobunu tapırdıq. Pilərə də 3 verilir. 4 üçün 12, 6 üçün 18. Demək, 12 ilə 18-in əkobunu tapırsınız. Cavabınız olur 36. Bu da çevrənin uzunluğuna aid misal. Sonra silindir idi. Silindir. Aha. Silindirin həcmi uşaqlar nədir? Otura elə bir şey, belə deyim də, silindir bilirsiniz ki, iki dənə dairədən ibarətdir. Yəni, iki dairə, bir dənə də burada ortada düz bucaqlı var. Açılışını deyirəm. Demək, həcmi tapanda oturacağın sahəsini vururlar hündürlüyə. Yəni, oturacaq nədir? Dairə, düzdür. Və mən burada dairənin sahəsini sənə dedim, pi r kvadrat. Demək, həcm, silindirin həcmi deyəndə pi r kvadrat vurulsun nə olur? H. Bir də yan səthi düsturu var. Yan səth deyəndə isə oturacağın uzunluğunu, yəni 2 pi r h-dır. Bunlar əzbərlənəcək şeylərdir. Mütləq əzbərləyin. Bir də tam səthin düsturu var. Tam səth nədir? Bir oturacaq yuxarıda, bir oturacaq aşağıda. Demək, oturacağın birinin sahəsi pi r kvadratdır. Bu da pi r kvadratdır da, düzdür. Toplayanda 2 dənə pi r kvadratı var. Üstəgəl bir dənə də yan səth 2 pi r h. Yəni, qısaca 2 dənə s oturacaqla s yanın cəminə deyilir tam səthdir. Yaxşı. Sonra əmsal da bilirsiniz. Nə bilim, qarşıda duran rəqəmə əmsal deyilir. Məsələn, deyək ki, 5x vurulsun 2y-dirsə, 5-i 2-yə vurursunuz 10xy, burada əmsal 10-dur. Məsələn, mənfi xy olsa, buradakı əmsalımız mənfi 1-dir. Mənfi 2 0y olsa, burada əmsalımız 0-dır. Sonra, məsələn, bugün əbab əkobdan dediyi, məsələn, A bölünsün B bərabərdir, deyək ki, 5-də 3-dür. Məsələn, deyirəm də, əkob AB, çıx əbab AB. İndi burada mən özümdən rəqəm verə bilmirəm, filan şeydir. İndi bunu hesabla tutaq ki, aha. Neyniyəsən? Birinci A-ya 3x qoyasan, B-yə 5x qoyasan, gətirsən burada, bura 3x, bura 5x qoyursan. 3 ilə 5-ə ortaq 15-dir, sonra vurursan x-ə 15x, sıx. 3x ilə 5x-i qoyanda 3 ilə 5-in əbabı 1-dir, x-ə vursan x bərabərdir, neçə elədi? 14x. Tutaq ki, buranı veribdir 56. Aha. Demək, götürüb yazasan ki, 14x bərabərdir 56-ya, x-i tapırsınız 4. Sonra da 3-ü 4-ə vurursan 12, 5-i 4-ə vurursan 20. Belə alınır. Bir də uşaqlar, son olaraq nə edeyim sizə? Məsələn, tutaq ki, bir düz bucaqlı formasında deyək ki, filan kəsin həyəti var. Küsləri də daxil olmaqla ağac əkəcək və bu ağacların bərabər məsafədə əkməlidir. Mütləq bu bərabər sözü olmalıdır. Bərabər məsafələrdə əkilir. Demək, sən ipucunu bilirsən ki, bərabər sözü varsa, mütləq əbab tapırıq. Tutaq ki, buranın uzunluğu 40-dır, burada 30-dur, eyni. Demək, bizdən soruşur ki, ən az neçə ağac əkmək olar, neçə ağac əkmək olar. İndi çox uşaq ən azı görən kimi tez deyir ki, əkob tapacam. Amma başda bərabər deyib, axı, bərabər sözü varsa, o mütləq əbabdır. Əkmək olar. İndi nə edirsiniz? Demək, birinci əbabımızı tapasınız, 30 ilə 40-ın əbabını tapırsınız, eləyir 10, düzdür. Sonra nə edirsiniz? Bu ağacları, bu düz bucaqlının ətrafına əhmirsiniz, belə ətraf demək, yəni perimetr deməkdir. Hasarın uzunluğu da deyə bilərsiniz bunu. Demək, siz bu figurun perimetrini tapırsınız. 2 vurulsun 30 plus 40. 70, 140 elədi. Sonra 140-ı bölürsünüz 10-a. 14 dənə demək ağac əkmək olar. Çox diqqətli olun. Birdən imtahanda gələr düşər ki, deyər ki, künslərə əkmədən, künslərə əkmirsiniz. Yəni, bu künslərdə olmasın ağac. Onda 14-dən 4 dənəsini çıxarsınız, deyəsiniz ki, 10 dənə ağac olacaq. Yəni, bunun fərqi yoxdur da, üçbucaq forması da olsa, məsələn, tutaq ki, deyək ki, həyatın eni 30-30-dur, yanları da oturacaq da 40-dır. Neçə dənə olacaq? Yenə sən bunun əbabını tapasan, 30-dan 40-ı, neçə elədi? 10 eləyir. Sonra perimetrini tapasan, üçbucağın perimetri deyəndə 3 tərəfini toplayırıq. 100. 100-ü də bölürsən 10-a, yenə neçə dənə oldu? 10 dənəsi oldu və salam. İndi bir də bunu da deyim və salam. Məsələn, tutaq ki, deyir ki, əlinin addımı məsələn 30 santimdir. Aha. Və əlinin addımı 40 santimdir.
Bunların məsələn ayaqları hansının neçə santimdə üst-üstə düşəcək. Bayaqları sizə çevirə ilə dedim də velosipedlərinə. Burada da uşaqların addımı. Demək üst-üstə düşmə sözü harda görürsünüzsə əçob tapırsınız. 30 ilə 40-ın əçobu neçə elədi? 120 santim. Demək bunlar 120-də həmişə ayaqları elə bir 120-də olacaq. 120-nin 2 qatı 240-da da olar, 360-da da olar, 480-də də olar. Belə bunların hamısında üst-üstə düşəcək. İndi bizə desə ki, məsələn 200 metrlik yolda bunların ayaqları neçə dəfə üst-üstə düşür? Onda demək 200 metri uşaqlar çevirəsiniz santima, yanına 2 sıfır atdıq, santima çevirib, sonra böləsiniz 120 santima, cavabınızı alasınız. Ya qulaq asın, əgər görsəniz ki, nə isə başa düşmürsünüz, özəldən yazın, mən sizə bir daha izah edeyim.